Salam dostlar, bugün bilirsiniz ki növbəti ildən artıq 11-lərə, yəni xüsusən də 10 və 11-lər üçün essay, yəni Dövlət İmtahan Mərkəzi essay yazmağı tələb eləyir və bu essay ilə bağlı bir neçə izahlar verməyə çalışacağım sizə. İlk öncə essay mövzusuna baxaq. Yəni bizə nə tələb olunur? Hər hansısa bir mövzu verilir. Baxın, burada mövzu verilib. Yəni essay məqalənin mövzusu verilib. Should students wear uniforms at school? Tələbələr məktəbdə deyir uniforma, yəni geyim forması geyinməlidirlər. Bax, belə bir sual verir. Burada ümumiyyətlə meyarlar nədir? Qısa onu deyinim. Məsələn, A meyarında diqqət eləməniz məqam odur ki, verilən mövzuya uyğun olmalıdır. Verilən mövzuya uyğun yazılmalıdır. Növbəti B meyarında isə diqqət edilməsi məqam, yəni 3 başlıqda verməyiniz lazımdır. 3 başlıqda yazın. Bu nədir? Burada ilk giriş hissəsi, buna deyilir, qısa yazıram, introduction, intro yazıram. Body paragraf, bu biraz əsas paragrafdır. Burada daha detallı izah vermək lazımdır. Sonda isə conclusion, yəni nəticə. Bu 3 başlıqda çalışın verin. Növbəti meyarda isə minimum 100 sözdən ibarət olmalıdır. 100, 110, yəni 110-a çatdırsanız daha yaxşıdır. Yəni sonda yazdıqdan sonra sözləri çalışıb sayarsınız. Yəni heç olmasa 100, 105 söz olmalıdır. 100 sözdən ibarət olmalıdır və sonra əslində D meyarı da var ki, artıq orada qrammatik səhvlərinizə fikir veriləcək. Onu da yəqin ki, artıq özünüz məsələn yazandan sonra, bir dəfə yazandan sonra yoxlamalısınız. İndi oxuyuram. Burada nə dedik mövzumuz? Tələbələr uniforma geyinməlidirmi? Məsələn, sizə mən belə deyim, bir qəlib vermişəm. Yəni bu qəlibin doldursaz belə arasını, hardasa bir 40-50 sözlük qəlib var. Bu qəlibi doldursanız artıq arasını, demək olar essay yazmış olacaqsınız. Görürsünüz, üst başlıqda vermişəm mən burada. Misal üçün, some people believe that it is important, necessary, good, bad. Yəni istənilən bir şey burada əlavə edə bilərsiniz. Bəzi insanlar inanır ki, nə isə etmək lazımlıdır ya lazımlı deyil. While ancaq digərləri düşünür ki, it is, burada da bir şey əlavə edə bilərsiniz. Vacibdir və ya possible mümkündür ya accessible və s. axır. Sonra öz fikrinizi əlavə edirsiniz ki, according to my mind, mənim fikrimə görə bu yaxşıdır, pisdir deyirsiniz və sonra da bu essaydə fikrinizi izah edəcəyinizi deyirsiniz. Artıq siz əsas introduction'ı, yəni giriş hissəsini bitirmiş olursunuz belə. Sonra artıq əsas paragraf, body paragrafda artıq o fikirləri izah edirsiniz. Yəni digər insanlar necə düşünür və ya siz necə düşünürsünüz? Firstly ya da on the one hand, bir tərəfdən some individuals suppose that, bəziləri düşünür ki, məsələn, filan şey eləmək yaxşıdır, çünki ya da pisdir, çünkisini izah edirsiniz. Misal verə bilərsiniz. Sonra deyirsiniz, ancaq, however, I think that ya da I personally think that, düşünürəm ki, filan şey yaxşıdır, pisdir, çünki as ya da so, ona görə də that is why, bunları əlavə edə bilərsiniz. Sonra da misal verə bilərsiniz, əgər bir fikriniz varsa. Çalışıb bunu biraz detallı yazmalısınız. Yəni bir heç olmasa belə deyim, 40-50 sözlük yazmaq lazımdır ki, artıq o yəni ümumi hamısı bir yerdə təbii ki. Bir neçə fikirlər var burada. Sonra nəticədə in conclusion deyirsiniz, sonra vergül qoyulur və yenə 1-2 cümlə ilə fikrini izah olunur. Baxmayaraq ki, məsəl üçün üstünlüyü və ya filan şeyin əksikliyi var, mən inanıram ki, o yaxşıdır ya pisdir, onu deyirsiniz. Bu da conclusion, yəni 3 başlığı da vermiş oluruq, sonunda isə ən azı 100 sayırsınız, 100 sözdən ibarət olmalıdır. İndi mən o araları necə doldurmuşam, yəni necə var burada, onu göstərirəm sizə. Görürsünüz, o qəlibə uyğun tamamlama eləmişəm, burada var. Misal üçün, some people believe that it is important for students to wear uniforms at school. Bəzi insanlar inanır ki, məktəbdə uniforma geyinmək vacibdir. While ancaq digərləri, others think də düşünür ki, it is unnecessary, vacib deyil, and limits freedom, yəni azadlığı məhdudlaşdırır. According to my mind, fikrimə görə, wearing school uniforms is beneficial.
Məktəb forması geyinmək faydalıdır. Ya indi bəzi sözlər ağlınıza gəlmirsə, məsələn good yaza bilərsiniz. Yaxşıdır, pisdir ya belə sadə sözlərdən də hələ ki istifadə edə bilərsiniz. I will explain my opinion in this essay. Bu fikirdə, bu essaydə fikrimi əsaslandıracağam, izah eləyəcəm deyə bilərsiniz ki, ən azı da bu sözü sayanda ən çox söz olmuş olsun. Yəni buna diqqət edirsiniz. Mesela firstly, əvvəlcə some individuals burada fərdlər, yəni insanlar suppose that, düşünür ki, yəni zənn edir ki, uniforms are useful, uniformalar vacibdir, faydalıdır daha doğrusu. Because çünki they create equality among students. Onlar tələbələr arasında bir bərabərlik, birlik yaradır. For example, misal üçün students don't feel pressure to wear expensive clothes. Artıq tələbələr bahalı bir paltar geyinmək təzyiqi hiss eləmirlər üzərlərində. However, ancaq I think that, düşünürəm ki, uniforms are also helpful. Uniformalar həmçinin köməkçi, yəni insanlara köməyi faydası deyə bilər. Çünki they improve discipline. Onlar disiplini inkişaf etdirir. Misal üçün, for instance, students focus on more on their studies instead of fashion. Yəni dəbdəbədənsə deyək ki, öz dərslərinə fikir verə bilərlər. Belə. Yəni bunun mənfi müsbət tərəfini özünün yenə də sizdə qalır. Yəni onu izah eləyə bilərsiniz. Yəni pis də deyə bilərsiniz ki, və yaxud da qısa deyirik, yəni bu lazımsızdır, azadlığı məhdudlaşdırır, bunu düşünə bilərsiniz. Ya bunu bu şəkildə verə bilərsiniz. Sonra da nəticə sonda isə in conclusion nəticədə also uniforms may limit personal style. Baxmayaraq ki, şəxsi stili məhdudlaşdırır. Yəni artıq istədiyiniz kimi tam geyinə bilmirsiniz məktəbdə. I personally believe that, inanıram ki, they have advantage such as promoting equality and discipline. Bərabərlik və nizam-intizam kimi üstünlükləri də təşviq edir. Promote, təşviq etmək, yönə çəkmək demək. Bu şəkildə yaza bilərsiniz. Yəni burada fikirləri müxtəlif verə bilərsiniz. Ya fikriniz, axırıncı fikriniz fərqli də ola bilər ki, equality əvəzini deyə bilərsiniz. Bu azadlığı məhdudlaşdırır. Hər kəs rahat geyinsə daha yaxşı olar. Yəni bu qalır artıq sizə ki, onu artıq fikrinizi əsaslandırmalısınız. Bax belə.